Hər vaxtınız xeyir. Mən Gülnar Məmmədli. Bugün sizə arzu manifestasiyası meditasiyasını təqdim edəcəm. Mən kiməm? Şuuraltı terapistəm və sizə gözəl bir meditasiya hazırlamışam. Ümumiyyətlə manifestasiya nə deməkdir? Ən çox hansı hallarda biz arzularımızın reallaşmasını görə bilərik? Bu teta vəziyyətinə gəldikdə daha gözəl alınır. Mən indi sizi həmin teta vəziyyətinə gətirib və arzunuzu manifestasiya eləməyinizə bələdçilik edəcəm. Uğurlar arzu edirəm. İndi özünüzə qəşəng, rahat yer ayırın. Uzana da bilərsiniz, otura da bilərsiniz. Və addım-addım mənim dediklərimi edin. Sakit bir otağa daxil olmuşsunuzsa artıq uzanmışsınız. Gözlərinizi yumun və bədəninizi rahatlaşdırın. Bütün orqanizminizi rahatlaşdırın. Əllərinizi, ayaqlarınızı, üzünüzü, bədən bütövlüklə rahatlaşsın. Rahat vəziyyətə gətirin özünüzü və bu arada dərindən nəfəs alın və yavaşca verin. Bu nəfəs almanı bir 5-6 dəfə təkrarlayın bədəni rahatlaşdırmaq üçün. Və təsəvvür edin, enerji topunuzu gətirmişsiniz ürək nahiyəsinə. Əlinizdə bir enerji topunuz var və bu ürək nahiyənizə tutun və görün, onu hiss edin, rəngini görün. Rəngini müxtəlif rənglərdə görə bilərsiniz, heç bir problem yoxdur. Sonra həmin enerji topunu sizin ayaqlarınızdan, dabanlarınızdan torpağa doğru, torpağın dərinliklərinə doğru getdiyini görün, müşahidə edin. Torpaqla birləşir bu enerji topu. Torpaqlanır. Torpağın istiliyini hiss edir və geri qayıdır yenə dabanlarınızdan. Ayağınızın arxası hissəsindən gəlir büzdüm sümüyünə doğru. Büzdüm sümüyü ilə üzbəüz bizim birinci çakramız yerləşir, kök çakra. Burada saatın əksinə istiqamətdə fırlanaraq bir-bir bütün çakraları təmizləyəcək, təmizləyir. Qırmızı qəşəng enerji alınır, keçir ikinci çakraya. Saat istiqamətindən əksinə istiqamətdə elə bil ki, sanki bir təkər fırlanırmış kimi fırlanır. İkinci çakramızda olan bütün negativləri, blokajları təmizləyir, keçir üçüncü solar çakraya, bu qarın hissədə yerləşən çakramızı, üçüncü çakranı təmizləyirik. Eyni qaydada. Burada da qəşəng sarı işıq yaranır, enerji yaranır, keçirik ürək çakramızda, iki döşün arasında, bunu da təmizləyirik, saatın əksinə istiqamətdə fırlanaraq. Bu təkər enerji sanki burulğan şəklində saatın əksinə istiqamətdə fırlanır. Və keçirik boğaz çakramıza. Boğaz çakrasında da əksinə istiqamətdə fırlanır. Boğaz çakramızda təmizləyirik, gəlirik üçüncü göz çakramıza ki, gözün arasında yerləşir. Bunu da təmizləyirik, keçirik tay çakramıza. Tay çakramızda təmizlənir. Tay çakramız bizim yaradanla aramızda olan münasibəti bildirir və burada dərindən təmizləyirik. Və burada da qəşəng bənövşəyi rəngdə enerji yaranır. Enerji topumuz geri qayıdaraq kök çakraya qayıdır və yenidən bir-bir çakralardan keçərək kök çakradan tam tay çakraya kimi gəlir. Tay çakradan çıxaraq ağ şara oturaraq, yəni yerləşirik ağ şarın içinə, ağ nurdan ibarət şarın içinə yerləşirik. Biz şuuraltımızı yerləşdiririk və başlayırıq yuxarıya doğru getməyə, çıxmağa. Evin tavanından çıxa bilərik, binanın damından çıxırıq, gedirik daha da yuxarıya doğru. Əgər
həyət evidirsə təbii ki, bunlara ehtiyac yoxdur. Elə həyətdə oturub eləyiriksə daha gözəl. Birbaşa göyə doğru gedirik. Quşları keçirik, buludları keçirik. Günəşi keçirik, ayı keçirik, ulduzları keçirik. Daha da yuxarıya doğru gedirik. Yer kürəsini tərk edirik. Ağ işıqdan keçirik. Bozumtul işıqdan keçirik. Sarı işıqdan keçirik. Gel formasında olan bir alandan keçirik. Daha da yuxarıya doğru gedirik. Göy qurşağı rəngdə alandan keçirik. Daha da yuxarıya doğru gedirik. Çəhrayı rəngdə belə pambıq, yumuşaq bir alana daxil oluruq və orada şarımız sanki bu alana bürünür. Gedirik daha da yuxarıya doğru və qarşımızda bir ağ nurdan bir pəncərə açılır və ağ nurun içinə daxil oluruq. Bu Yaradanın saf işığıdır. Bu nurun içində özümüzü həll edirik və dərindən 3 dəfə nəfəs alırıq. Həmin nuru bədənimizin bütün hüceyrələrinə, hissəciklərinə doldururuq. Bu ağ nurda həll oluruq. Bu ağ nurda bizim bütün negativ hisslərimizi həll edirik. Bədənimizdə olan gərginliyi buraxırıq bu ağ nura. Əgər hansısa xəstəliyimiz, ağrılarımız varsa, hamısını bu ağ nurun içində şəfalandıraraq təmizləyirik. Və daha sonra bir və ya daha çox arzularımızı gözümüzün qabağına gətiririk. Bu yazılı şəkildə də ola bilər, görə bilərsiniz yazılmış və yaxud da ki, artıq hiss eləyə bilərsiniz. Arzularınızı düşünməyə başlayın. Mən sizə 5 saniyə vaxt verəcəm. Bu arzuları düşünün. Düşündükdən sonra arzularınızı bir şarın, ağ şarın, şüşə qabda ola bilər. Onun içinə yerləşdirin. Və təsəvvür edin, görün, hiss edin, müşahidə edin ki, həmin o ağ qabın, şüşə qabın içinə bir ağ nurdan əl daxil olur və sizin arzularınızı qarışdırmağa başlayır. Bu bir arzu da ola bilər, bu kiçik arzu da ola bilər. Yəni, kiçik arzudan tutmuş böyük arzulara kimi nə istəyirsiniz, o qabın içinə yerləşdirə bilərsiniz. Başlayır fırlatmağa, qarışdırmağa. Sizin arzularınız orada döndükcə siz o arzuları yaşamağa başlayın. Sanki olmuş kimi. Böyük arzularınızı yaşayın. Dərindən hiss edin və ən əsası da heç bir şübhə olmadan o arzuya layiq olduğunuzu hiss edin. Arzunu yaşayın. Bədəninizin bütün hüceyrələrinə, hissəciklərinə kimi yaşayın onu. Və indi deyəcəyim cümlələri deyim. Yeri göğü yaradan, mən artıq bu arzumun içindəyəm, mən artıq bu arzunu yaşayıram və buna görə sənə təşəkkür edirəm. Oldu, oldu, oldu. Daha sonra həmin şarı, qabı getiririk ürək nahiyəmizə, ürək çakramıza doğru və oradan daxil edirik bədənimizə, bədənimizin bütün hüceyrə hissəciklərinə kimi həmin arzunun enerjisinin yayılmasını müşahidə edirik, görürük, hiss edirik.
Daha sonra yenidən öz axşarımıza daxil olub enməyə başlayırıq. Yenə eyni alanlardan keçərək göqquşağı rəngli alandan, gil alandan, ağ işıqdan daha da aşağıya doğru gedirik. Yer kürəsinə daxil oluruq, daha da aşağıya doğru gedirik. Otağımızın tavanından daxil oluruq. Taç çakramızdan daxil oluruq bədənimizə. Dabanlarımızdan gedirik torpağa doğru, torpaqlanırıq. Yenidən qayıdırıq dabanımızdan. Gəlirik ürək nahiyəmizdə 3 dəfə saydıqdan sonra gözümüzü açırıq. 1, 2, 3.